Kafkanın dövrünü başa düşərək onun əsərlərini və fikirlərini biz başa düşə bilirik. Yəni bu çox vacib məsələdir. Kafka bizə son bir şansı da verir ki, biz başa düşək ki, sənayeləşmənin və onun özü ilə birlikdə gətirdiyi şəhərləşmənin insanları necə dəyişdirdiyini və bu dəyişiklik nəticəsində də necə bir sistemlər qurduğunu biz anlayaq. Yəni burada məsələ belədir ki, uzun müddət şəhərləşmədən öncə və sənayeləşmədən öncə Avropa və bir çox dünya dövlətlərində icmalar bir-birləri ilə ünsiyyətə daxil olurdu və çalışırlar hansısa bir problemi həll etsinlər, həyatlarını planlaşdırsınlar, hətta yeri gələndə mənəvi hansısa bir məsələləri əhatə etsinlər. Bunların hamısı şərt idi. Amma şəhərləşmədən sonra, sənayeləşmədən sonra artıq biz fərdlərin bir-birləri ilə, tək-tək insanların bir-birləri ilə ünsiyyətini, əlaqəsini görürük. İndi sual da burada böyük ehtimal ki, Kafka üçün ondan ibarət idi ki, görəsən biz buna nə dərəcədə hazır idik? İnsanı, fərdin fərdləri idarə etmək üçün qurduğu bütün o belə deyək, dövlət aparatları, dövlət institutları, nə bilim, bürokratiya, bank sistemi, sığortası, bunların heç biri əvvəlki kimi deyildi artıq. Kafkanın dövründə bir keçid dövrü yaşanırdı. Yəni mən bunu belə başa düşürəm daha çox. Və Kafka çox nadir nümunələrdən idi ki, gənc yaşının olmasına baxmayaraq, bütün bu dəyişikliklərin onda yaratdığı çağırışlar mı deyim, təlatümlər mi deyim, bunların hamısını o müşahidə edə bilirdi və müşahidəsinin də çox yaxşı fərqində ola bilirdi. Və o fərqindəliyi də ifadə etmək üçün bədii ədəbiyyat istifadə edirdi. Ona görə də Kafkanın əsərlərində həmişə bir fərd var və onun qarşı-qarşıya olduğu bir sistem var. O sistemi başa düşməyə çalışır. Bu sistemlər müxtəlif miqyaslardadır. Yəni bəzən bu sistem kiçik bir sistemdir, məsələn bir ailə, bəzən bu böyükdür, məsələn bir deyək ki, dövlət, bəzən ortadır, deyək ki, bir sığorta şirkəti və ya hansısa bir kommersiya şirkəti, bəzən dolaylı və birbaşa məsələlər var burada. Bunların hamısı Kafkanın hər şeyi bəlkə də yenidən kəşf etmək, anlamaq cəhdlərinin nəticəsidir. O özünü ifadə eləyirdi. O özünü ifadə eləyirdi ki, bu cəmiyyəti başa düşsün. O biraz da nostalgiyadaydı ki, görək, yəni deyək ki, belə deyək, nə mənada nostalgiyadaydı? O köhnə insan münasibətlərini nisbətən axtarırdı və tapa bilmirdi. Bu da bir məyusluq və dərin kədər əmələ gətirirdi və bunun sayəsində də biz onun bədii ifadəsini oxuya bilirik bugün əsərləri vasitəsilə. Yəni hər bir şey, ümumiyyətlə Kafkanın o ən əsas əsəri çevrilmə əsəridir, Metamorfoz çevrilmə əsəridir. Amma Kafkanın bir əsəridir. Amma yeri gələndə Kafkanın bütün həyatı çevrilmədən ibarətdir. Kafka özünü atasının istəklərinə, ailəsinin istəklərinə uyğun formada tam olaraq yeri gələndə yetişdirə bilmədi. Amma çalışdı ki, necəsə bir orta yol tapsın. Daha sonra xanımlarla münasibətində problemlər oldu. Daha sonra iş yerlərini dəyişdirdi. İş yerinin onun necə ruhunu öldürdüyünü başa düşdü. Bədii ədəbiyyatla ifadə etdi, xəstələndi, onun bədəni çevrildi. Yəni hamımız bu proseslərdən keçirik. Hamımızın həyatı müəyyən bir çevrilmədir əslində həmişə. Nəsə alınmır, nəsə alınır, nəyləsə mübarizə aparırıq, kiməsə qalib gəlirik, kiməsə məğlub oluruq. Bunun hamısı Kafkanın gözündə çox böyük bir müşahidəçi xüsusiyyətini əslində ortalığa çıxartmağı bacardı. Kafka da bunu özündə ifadə elədi. Yəni Kafkanın ən sevdiyim cəhəti nədən ibarətdir? Kafkanın ən çox sevdiyim cəhəti ondan ibarətdir ki,
o sorğuluyur. Yəni çox tənqidi yanaşır. Biz insanlar oturuşmuş hansısa bir sistemə o qədər artıq asılı olmuşuq ki, o qədər ona bel bağlamışıq ki, bəlkə də asılı olmaq da doğru söz deyil. Fikrimi tam çatdırmır. Amma bel bağlamaq. Artıq o qədər güvənmişik ki, deyək ki, dövlət anlayışı, sistem anlayışı, düzdürmü? Əgər kənd təsərrüfatı nazirliyi atıram, bunu belə deyirsə, bunu belə eləmək lazımdır. Və yaxud da insanın öz ailəsi, atası, anası, yeri gələndə bacı və qardaşı, nənəsi, babası, xalası, hamısı. Əgər belə deyirsə, deməli bu belə olmalıdır. Və yaxud da ikinci bir çox ciddi bir məsələ ondan ibarətdir ki, bütün bu sistemlər səni zaten elə istiqamətləndirməyi bacarır ki, sən heç vaxt onları sorğulamayasan. Kafka bunu İngilis dilində belə bir ifadə var da, challenge edir. Kafka deyir ki, yox, dayanın, gəlin sorğulayaq görək, hələ həqiqətən də mi bir kəsin bu qərarı vermək ixtiyarı, imtiyazı var, yoxsa yoxdur? Əgər yoxdursa, niyə edir? Edirsə, necə edir? Məqsədi nədir? Əsl məqsədi nədir? Ən belə daxilində yatan o məqsədi nədir? Çünki o məqsədini maskalayacaq. Deyək ki, bir ailə üzvü sənin yaxşılığı istədiyi deyəcək, amma əsl niyyətini gizlədəcək və öz istədiyi istiqamətdə hadisələrin irəliləməsinə çalışacaq. Bilirsiniz, indi bu o demək deyil, əslində Kafka bir düşmənçiliyi təbliğ edir sistemlərlə. Deyirəm də, bu sistemlər müxtəlif anlayışlar ola bilər. Ailə, dövlət, məktəb, nə bilim, universitet, hər şey. Amma Kafkanın sual verib, tənqidi bir sual verib, o sualı da belə çox məzəlicə formada gözləməsi çox önəmli bir şeydir. Cavab önəmli deyil. Kafka üçün cavab önəmli deyil. Çünki cavab tapmaq, bilirsiniz, zaten elə həmin sistemlərin uydurduğu bir şeydir Kafkaya görə. Yəni, mən bir şeyə dəqiq cavab mütləq həmişə tapmalıyam və ondan sonra ikinci addım gəlməlidir, ondan sonra üçüncü addım gəlməlidir. Belə şeylər zaten artıq oturuşmuş hansısa sistemlərin, belə deyək, manipulyasiyasıdır Kafkaya görə. Bu baxımdan Kafkanın əsərləri həmişə bizə tənqidi yanaşmanı ötürür. Başa salır ki, oturuşmuş sistemlər heç bir halda bəlkə də demək düzgün deyil, amma bir çox hallarda fərdlə münaqişədə olacaq. Çünki indiyə qədər hələ insanlıq tarixində heç vaxt bir fərd ideal formada oturub hansısa bir icmanı və ya indiki dövrün dili ilə danışsaq, hansısa bir sistemi qurub quraşdıra bilməyib. Həmin sistemlər pis yaxşı qurulub, inkişaf edib, sonra dağılıb. İndi isə insanlıq tarixində, bəşəriyyət tarixində ilk dəfədir ki, bəlkə də Kafkanın dövründən başlayaraq bugünkü günə qədər danışıram. İlk dəfədir ki, sistemlər bəlkə də ölümsüzlük iddiasındadır. Və bu ölümsüzlük iddiası özü ilə birlikdə fərdi əzmək məsələlərini də gətirib çıxardıb. Kafkanın yaşadığı dövrdə bunun hələ ilk işartıları var idi və bizim də bəlkə də bəxtimiz gətirib ki, Kafka həmin dövrdə yaşayıb və bunu müşahidə etməyi bacarıb. Və onun müşahidəsi sayəsində biz bugün müəyyən nəticələrə gələ bilirik, amma sualımıza təbii ki, yenə də cavab tapa bilmirik tam olaraq. Yəni, bunu biraz izah eləmək lazım gələ bilər əslində. O mənada ki, bilirsiniz, bəzi şeylər çox təbii olur və insan həyatını, istənilən canlının həyatını təqlid edir. Yaranır, inkişaf edir, məhv olur. Amma artıq 20-ci əsrdən etibarən bu tendensiyalar dəyişməyə başladı. Bu tendensiyalar nisbətən dəyişmə. Artıq sistemlər də təcrübəsi artdı. Dövlətlərin, müxtəlif hökumət qurumlarının, dövlət idarələrinin, bütün dövlətçilik məsələlərinin, xarici siyasət
dəyişdi artıq, nə bilim Sovet İttifaqı quruldu, dağıldı və s. Hər dəfə bir şey qurulub dağıldıqca ondan sonra gələnlər daha təcrübəli və bilikli formada sistemi yenidən qurmağa başladılar. Məsələn, Kafka bugün yenidən bizim üçün aktual bir yazıçıya çevrilib. Çünki 20, 18, 15, 25 yaşında olan insanlar əslində Kafkanın çəkdiyi əziyyətləri çəkir. Çünki 20-ci əsrdə qurulmuş və sonradan da parçalanıb getmiş hansısa sistemlər 90-cı illərdə, 2000-ci illərdə ölümsüzlük iddiasında olan sistemlərdir. Onlar iddia eləyirlər ki, biz mütləq şəkildə ölümsüz olmalıyıq. Ölümsüz olmaq üçünsə fərdin rolunu burada azaltmaq lazımdır, kiçiltmək lazımdır. Çünki o nə qədər kiçilsə biz bir o qədər böyüyürük, nə qədər böyüyürüksə bir o qədər hakimik, nə qədər hakimik isə irəliyə doğru istədiyimiz kimi gedə biləcəyik. Doğru irəlidə nədir, nə yoxdur biz onu deyə bilmirik. Çox çətindir. Çox çətindir. Hansısa sistemin məqsədini başa düşmək ümumiyyətlə çətindir və mənə elə gəlir ki, elə bir məqsəd yoxdur. Sistem sadəcə öz mövcudluğunu rasionallaşdırmaqla məşğuldur. Və məhkəmə əsərində biz bunu dəfələrlə görmüşük. Məhkəmə əsərində biz görmüşük ki, hansısa naməlum bir mühakiməyə görə müəyyən bir şəxs mühakimə olunur, yəni qərara görə mühakimə olunur. Nəsə orada baş verir. Yəni bu sistem mövcudluğunu sanki bu belə şeylərə borcludur. Görürsünüz, yəni bax bizi inandırmağa çalışırlar ki, həmin o məhkəmə əsərində bizi deyərkən, yəni əsas obrazı inandırmağa çalışırlar ki, yəni sən sadəcə kiçik bir elementsən bütün bu proseslərdə. Sistem hər şeyi bilir və istədiyini edəcək və etməlidir. Etməsə böyük problemlər ola bilər və bu həmişə belə olub. Və sənin heç bir şansın yoxdur. Və çox təəssüflər olsun ki, məhkəmə əsərində bu özünü doğruldur. Amma yenə də Kafka orada bizə mesaj ötürür ki, baxın, sistem öz istədiyinə nail olacaq, amma çox cılız formada. Və sistem həmişə bir nəfərə, fərdə qalib gələ biləcək, bəli. Çünki bəlkə də təkbətək kimsə kimlənsə mübarizəyə qalxırsa, biri o birisindən güclü olsa belə, necəsə bəlkə də burada bir şans var ki, onlardan biri, deyək ki, zəif olan qalib gəlsin. Bəlkə də bu özünə görə müəyyən bir məsələdir. Amma 2 nəfər oldusa, 2 nəfər bir nəfərə qarşıdırsa, bu artıq sistemin fərdə qarşı olan mübarizəsidir. Çox maraqlıdır, düzdürmü? Ümumiyyətlə, bu spontan fikirlərdir, hamısı yaranır və gündəlik həyat, monotonluq, yeknəsəklik, artan problemlər, insanı düşündürən məsələlər, müəyyən təlatümlər, müəyyən perspektivsizlik, bunların hamısı insanı, yəni bunların hamısı mən fərd üçün deyirəm, yəni fərd üçün. Yeknəsəklik, perspektivsizlik, məna axtarışı. Bunların hamısı Kafkanın yenidən doğulmasına gətirib çıxarıb əslində. Yəni, bədii ədəbiyyat nümunəsindən də əlavə Kafka bizim üçün sanki gündəlik dərd ortağıdır. Onun fikirlərini oxuyub özümüzü tapırıq orada bir müəyyən qədər və bilirik ki, biz tək deyilik. O bayaqdan qeyd elədiyim fərdlik, individuallıq, təklik hissi sistemin qarşısında bir qədər azalır bəlkə də və biz platonik olaraq hardasa tək olmadığımız bir yerə gedirik və başa düşürük ki, deməli belə insanlar var imiş və var. Məsələn, sosial şəbəkələr buna şərait yaradır. Çünki bir nəfər Kafkanın kiçik bir videosunu düzəldir, aforizmini və ya posterini Instagrama qoyur və bunu paylaşırlar, kimsə kiməsə göndərir, kimsə like eləyir və oradan başa düşmək olur ki, yox, artıq fərdlərin yeni imkanları da yaranır ki, ortaq ideyalar ətrafında bax beləcə cəmlənsinlər. Yəni Kafka bugün dirilir, Kafka bugün yenidən ortalığa çıxır.
Mən əminəm ki, indiki dövr də elə bir dövrdür ki, fərd təzədən özünü başa düşməyə çalışır ki, görəsən mən bütün bu inanılmaz sürətlə inkişaf edən yeni rəqəmsal texnologiyaların qarşısında özümü necə qoruya biləcəm? Çünki süni intellekt yaranır. Biz ən çox verilən sual nədir? İşimizi itirəcəyikmi, yoxsa qoruyub saxlayacağımı? Çünki iş yeri, peşə, bu da bir fərdiliyi qoruyub saxlamağa imkan verən məsələlərdən biri idi və bunu da əlimizdən almağa sanki cəhdlər var, çox ciddi formada. Çünki bu sənayeləşmə də oxşar bir tendensiyanı başlatmışdı. İşçilər, belə deyək, sadəcə işçilərdir. Yəni onların necə bir insan olması üçün, necə bir insan olması daha doğrusu, zavod rəhbəri üçün heç bir əhəmiyyəti yox idi. Onun üçün əhəmiyyəti olan həmin şəxsin 12 saat və ya 14 saat işləmək qabiliyyəti idi. Yəni gəlsin, işləsin, mənə lazım olanı versin, tutardı getdi. Bugün də sanki buna oxşar bir proses gedir. Yəni süni intellekt əhəmiyyətsizləşdirə bilər təzədən insanların rolunu. Daha doğrusu insanların rolu daha çox fiziki mənada yox. Daha çox onların mənəvi olaraq kimliklərinin biraz da görməzlikdən gəlməkdən böyük ehtimal ki, söhbət gedir. Franz Kafka haqqında bax, belə şeylər çox danışmaq olar. Onun haqqında oturub saatlarla sistem fəlsəfəsi çərçivəsində çox danışmaq olar. Danışmaq olar ki, bəs bugünkü sistem necə dəyişir, əvvəllər necə dəyişib. Dəyişməyən bir reallıq var. Dəyişməyən reallıq da ondan ibarətdir ki, fərd lazım olan ləyaqətli şərtlər altında yaşamır artıq uzun illərdir. Yəni 100-150, bəlkə də 200 ildir ki, yenə deyirəm, bu əsasən sənayeləşmədən sonraki dövrə aid etmək olar. Və bunun özü ilə birlikdə gətirdiyi problemlər, psixoloji problemlər, mənəvi problemlər, sosioloji böhranlar, iqtisadi çətinliklər hamısı artıq cəmiyyətlərin, mən bilirsiniz, bunu sözlə ifadə eləməkdə biraz çətinlik çəkirəm. Çünki bax, cəmiyyətlər sanki yenidən öz mahiyyətini tanımağa başlayır. Yenidən başlayırlar ki, anlasınlar, görsünlər əslində biz kimik. Sırf biyoloji varlıq kimi, sırf sosioloji bir vahid kimi və s. və s. Ona görə də bədii ədəbiyyat burada bizə sanki bir yol yoldaşlığı eləyir. Kafka ilə bağlı hələ ki, əsas məsələlər bunlardır. Amma bu elə bir mövzu deyil ki, burada başlayıb və bitirmək rahat olsun. Hər dəfə müxtəlif istiqamətlərdən yanaşmaq olar və hər dəfə yeni şeylər başa düşmək olar. Adicə Kafkanın öz ailəsi və yaxud da xoşuna gələn xanımlarla olan münasibətindən biz yenə də aciz bir fərdin oturuşmuş sosial sistemlərlə müəyyən mənada mübarizəsini görürük. Və bu mübarizənin yaratdığı sanki əks-sədanı biz anlaya bilirik. Onun çoxlu gündəlikləri, məktubları buna bizə imkan verir ki, biz onun kimliyi vasitəsilə bütün bu prosesləri anlayaq. Kafkanın əsərlərini oxuyanda onun azadlıq anlayışına olan yanaşmasını əslində müəyyən qədər başa düşmək olar, amma ona görə yox ki, onun əsərləri azadlıq haqqında, fərdin azadlığı, onun ətrafına münasibəti və s. kimi mövzulardan bəhs edir. Ona görə ki, onlar azad deyil.
Ona görə ki, fərdlər azad deyil və böyük ehtimal ki də qəribə bir fatalizm mövcuddur və onlar heç vaxt azad olmayacaqlar. Bəli, mən razıyam ki, Kafkanın əsərlərində müəyyən pessimizm və sanki qaranlıq bir atmosfer həmişə hökm sürür. Amma bu Kafkanı başa düşmək üçün sadəcə birinci mərhələdir və ikinci, üçüncü mərhələlərdə bu qaranlıq keçib gedir və siz bir çox hadisənin və yaxud da bir çox trendlərin, ictimai, sosial, iqtisadi məsələlərin yeri gələndə mahiyyətini əslində görməyə çalışırsınız və ya bir şans əldə edirsiniz bunun üçün. Yəni ona görə də Kafka ilə bağlı danışanda Kafkanın əslində pessimist, depressiv birisi olduğunu iddia eləmək hələ birinci qatda ilişib qalmağın göstəricisidir ki, siz onun dərinliyinə gedə bilməmisiniz hələ ki. Və bu çox normaldır, çünki bir çox hallarda bir yazısını biz oxuyarkən sadəcə çalışırıq onun bizə təqdim elədiyi mətni götürək və onun gözlərindən, onun qələmindən, onun görmək istədiyi şeyləri və ya təsvir etmək istədiyi şeyləri görək. Amma əslində hər bir roman, hər bir hekayə bədii ədəbiyyat nümunəçisidirsə və yazıcı tərəfindən yazılıbsa, o müəyyən bir, belə deyək də, mesaj ötürür. Amma bu mesaj bir çox hallarda şəxsi mesajdır. Yəni Kafkanın şəxsi mövqeyi, şəxsi qənaətləri əksər hallarda onun əsərləri vasitəsilə bizə ötürülür. Onun yaşadığı təcrübə, onun gəldiyi qənaətlər çox dərində gizlidir. Yəni bu çox önəmli bir məsələdir. Amma mən yenə də azadlıq məsələsinə qayıtsam, mən deyərdim ki, Kafka ilə bağlı bir çox mövzular, yəni daha doğrusu Kafkanın müəlliflik etdiyi bir çox mövzular azadlıqla çox ciddi formada bağlılığı var və yenə də təkrarlamaq istəyirəm ki, bir çox hallarda onun olmaması məsələsi özünü qabardır. Yəni əsas məsələlərdən biri ondan ibarətdir ki, Kafkanın yaratdığı dünya özü özlüyündə bəlkə də azadlığın mövcud olmadığı bir dünyadır. Yəni Kafkanın obrazları heç vaxt qəfəsdə deyil. Biz orada azadlıq mübarizəsini görmürük. Kafkanın dünyasında ümumiyyətlə azadlıq mövcud deyil. Bu məntiqi olaraq mümkünsüzdür. Yəni Kafka bunu bilərəkdənmi belə edib, yəni bu həqiqətən belə olmalı idimi və sair kimi suallar biraz o qədər də yaxşı səslənmir məncə, banaldır. Amma biz öz-özlüyümüzdə bunu müşahidə eləyə bilirik. Məntiqi olaraq mümkün deyil. Yəni və bir çox onun əsərlərində biz rahatlıqla görə bilərik ki, azadlıq bir fərdin özünü azad hiss etməsi, həqiqi mənliyini kəşf etməsi hələ baş verməyib. Ümumiyyətlə baş verməyib. Bəlkə də nə vaxtsa baş verəcək. Bax, bu belə bir kiçik bir ümid yeri onun obrazlarında olur. Mən razıyam. Razıyam ki, bax, belə bir şey mən müşahidə eləmişəm ki, hər bir fərd, məsələn, məhkəmə əsərində bu dəfələrlə müşahidə oluna bilər. Oradakı əsas obraz, səhv xatırlamıramsa Joseph K. və bax, o ümidlə dolu bir obraz idi. Məhz o ümidindən o enerji alırdı və sistemlə mübarizəyə qalxışdı. Bu yolda o enerjisini itirdi, ruh düşkünlüyünə düşdü, depressiyaya düşdü və sonunda həyatını itirdi. Biz bunu bilirik. Amma addım-addım biz onun öz daxili dialoqunu izləyəndə görürük ki, yox. Əslində Kafkanın dünyasında hər nə qədər azadlıq məntiqi olaraq mümkünsüz idisə belə, yaxud da gecikdirilirsə belə, hər bir obrazın içində bir azadlıq anlayışı var. Və hər bir obraz, mən düzdür ümumiləşdirirəm, amma yenə də Joseph K-nın timsalında biz görürük ki, yox, o yaxşı, onun bir təsəvvürü var. Yaxşı bəlkə də təsəvvürü yoxdur, amma təsəvvürü var ki, əslində fərdin azad olması nə deməkdir? Məsələn, o bədii əsərdir və biz bu bədii əsərdə çox ciddi bir həqiqi məsələlər də görürük də, real həyatdan da biz işartıları görürük. Bu çox ciddi məsələdir. Yəni, indi belə deyək, seçim həqiqətən də bir illüziyadırmı, yoxsa yox? Bax, bu tipli mövzular Kafkada çoxdur. Yəni, azadlıq əgər məntiqi olaraq mümkün deyilsə fərd üçün, onun qarşısındakı seçimlər də sadəcə illüziyadır. Onu vaxtını, enerjisini alır ki,
sonradan o bir risk faktoruna çevrilməsin. Düzdürmü? Bax, belə məqamlar Kafkanın əsərlərində çoxdur. Nəinki çoxdur, ümumiyyətlə elə ruhu, xəmiri, yəni bu əsərlərin bu motivlər əsasında yoğrulub. Məncə onun oxucuları bununla razılaşacaq. Yəni bu çevrilmə əsərində məsələn Qregor Zamza böcəyə çevrilir, həşərata çevrilir və əvvəlcə o düşünür ki, aha, nə yaxşı, səhv xatırlamıramsa, ola bilər səhv xatırlayım. Onun daha doğrusu daha da dəqiq mən belə deyərdim. Onun ilk fikri ondan ibarət olmur ki, nə yaxşı mən öz işimdən artıq azadam. Onun ilk fikri olur ki, görəsən mən işə gecikirəmmi? Geciksəm mənim müdürüm əsəbi olacaqmı? Yəni siz təsəvvür eləyin. Azadlıq anlayışı Kafkanın dünyasında və çevrilməsində nəinki sadəcə yoxdur və mümkün deyil. Ümumiyyətlə azadlığı istəmək anlayışı belə yeri gələndə mövcud deyil. Amma yenə də bu mənim bundan öncəki fikrimdən təzad yaratmır. Nə mənada? Azadlıq anlayışı var hər bir fərdin içində necəsə. Amma onu istəmək anlayışı ondan alınıb, bürokratik sistemlər, iqtisadi sistemlər və s. hətta siyasi sistemlər vasitəsilə çevrilmə əsərində biz müəyyən qədər bunu görə bilirik. Məhkəmə əsərində ümumiyyətlə mövzu bu haqdadır. Yəni sistemli bir tələdən söhbət gedir. Yəni Kafkanın dünyasında bax bu olduqca aktualdır. Günahkar da yoxdur. Kafkanın yaratdığı dünyada ən böyük çətinlik həm də ondan ibarət ki, biz günahkar tapa bilmirik. Məsələn, məhkəmə əsərini oxusaz, kimdir orada günahkar? Günahkar orada sistemin gözündə Joseph K-dır, amma Joseph K-nın gözündə biz günahkar tapa bilmirik. Bu çox qəribə bir vəziyyətdir. Adətən bir problem yaranırsa, bir tərəf o birisi tərəfi günahkar kimi görə bilir və bu çox normaldır. Bir münaqişə düşünün, orada belə olacaq. Amma Kafkanın məhkəmə əsərində vəziyyət tamamilə fərqlidir. Həmin əsərdə biz nə görürük? Biz görürük ki, deyək ki, standart və klassik bir vəziyyətdən fərqli olaraq Joseph K-nın günahlandıra biləcəyi bir şəxs yaxud da bir element yoxdur. Anonimdir. Qaydalar, qanunlar, tənzimləmələr, bürokratiya sıxdır, çoxdur, dəhşətlidir, labirintdir və s. Və siz belə bir vəziyyətdə heç vaxt azadlıq anlayışını təsəvvürünüzə gətirə bilmirsiniz. Praktiki mənada təsəvvürünüzə gətirə bilmirsiniz, tamam mı? Məsələn, siz onun romantik formada təsəvvürünüzə gətirə bilərsiniz, arzulaya bilərsiniz, amma siz onu praktiki olaraq öz şəxsi həyatınızı belə deyək də tənzimləmək üçün, yaxşılaşdırmaq üçün istifadə edə bilmirsiniz. Kafkanın bax belə bir qəribə dünyası var. Və ümumiyyətlə azadlıq anlayışı əksər hallarda Kafkanın dünyasında, əsərlərində ümumiyyətlə proses tərəfindən əvəzlənib. Yəni bu nə deməkdir? Sən insan deyilsən, sən fərd deyilsən, sən sadəcə olaraq bir vahidsən. Bəzən bir çox hallarda müasir dövrümüzdə də bu məsələlər aktualdır da. Məsələn, deyirlər ki, hansısa ölkə öz daxili siyasətində ola bilər ki, nəyisə düzgün etmir və insanlarını, vətəndaşlarını sadəcə bir statistik vahid kimi analiz edir. Onlara real bir insan kimi yanaşmır. Bilirsiniz, bu problem bəlkə də təbii bir problemdir. Çünki dünya heç vaxt əvvəllər olmadığı kimi çox sayda insanla qarşı-qarşıyadır. Əhali artımı çoxdur, tip inkişaf edib, bir çox problemlər əvvəllər var idi, indi yoxdur. Say artımı istər-istəməz bəzi şeyləri özü ilə birlikdə gətirib. Bunu müəyyən mənada yeri gələndə normal da qəbul etmək lazımdır, amma müəyyən həddə qədər. O hədd hardadır, necədir, biz bunu yəqin ki, heç vaxt bilməyəcəyik. Amma Kafkanın dünyasında azadlıq anlayışını siz axtarsaz, onu tapa bilməyəcəksiniz və onun əslində proses tərəfindən, ümumi proseslər, ümumi hadisələr, ümumi sistematik yanaşmalarla əvəzləndiyini görəcəksiniz. Yəni, sən əgər... Kafkanın
əsərlərində bunu görmək olur. Görmək olur ki, əgər sən belə deyək də bürokratik sistemin bir hissəsi deyilsənsə, ümumiyyətlə insan deyilsən. Çox təəssüflər olsun ki, bax belə acı bir reallığı ötürə bilir Kafka. Məsələn, çevrilmə əsərində sən əgər işləmirsənsə, çalışmırsansa bir şirkətdə, sənin öz ailə üzvlərin səni heç bir insan yerinə də qoymur və ona görə də o böcəkdir. Qreqor Zamza ona görə də böcəkdir, həşəratdır. Maraqlıdır, düzdürmü? Amma indi sual burada ortalığa çıxır. Əslində çevrilən kimdir? Qreqor Zamza mı həşərata çevrildi həqiqətən? Yoxsa onun ailə üzvləri həşərata çevrildilər? Yəni burada bəlkə də heç də vəziyyət heç də göründüyü kimi birbaşa deyil. Məhz o mövzuda, bu mövzuları araşdırmaq bizə imkan verir ki, biz burada biraz faydalı spekulyasiya ilə məşğul olaq və ortalığa yaxşı bir interpretasiya çıxardaq, analitik bir interpretasiya, tənqidi bir yanaşma ortalığa qoyaq. Başqa nə demək olar? Yəni biz Kafkanın əsərləri vasitəsilə sanki bir dəvət əldə edirik ki, dəvət olunuruq ki, baxaq görək yaşadığımız sistemlər ümumiyyətlə bu azadlıq anlayışını güc yolu ilə bizdən ayırıblarmı, uzaqlaşdırıblarmı? Yoxsa onlar bu anlayışı o qədər mürəkkəb və o qədər qəliz formaya salıblar ki, öz əllərində olan imkanlarla fərd onu sadəcə olaraq görmür və görmədiyi şeyi də istəmir. Çox ciddi məsələdir, çox ciddi mövzudur. Bugün niyə bəzi cəmiyyətlər geridədir, niyə bəzi ölkələrin iqtisadiyyatı zəifdir, niyə bəzi siyasi problemlər var kimi sualların mən əminəm ki, kökü gəlir buna çıxır. Hansı ki, son 200-300 ildə çox kəskin inkişaf edən iqtisadi sistemlər, şəhərləşmə, sənaye inqilabı tamamilə yeni insan modeli yaratdı. Onların hamısı bürokratiya, dövlət idarəçiliyi, siyasəti və s. kimi birlikdə yeni insan modeli yaratdı və bu insan modeli çox qəribədir ki, özündən əvvəlki insan modelləri ilə hələ də əlaqədədir, ünsiyyətdədir, şuuraltı olaraq. Və bu şuuraltı əlaqə, ünsiyyət onu məcbur eləyir sanki bir qədər köklərə getsin zaman-zaman, sual versin, pessimist olsun, depressiyaya düşsün, nəyinsə olmadığını başa düşsün, nəyinsə daha doğrusu çatışmadığını başa düşsün və müəyyən bir nəticəyə gəlsin. O kimdir? O kimdir? Amma müasir həyat bizə deyir ki, mən kiməm sualını biz verməməliyik, mən nəyəm sualını biz verməliyik və Kafkanın yenidən 2025 və ya 26-cı ildə aktuallaşmasının və yaxud da son illərdə başqa sözlə aktuallaşmasının elə səbəbi də budur. Çünki biz yenə də Joseph K. kimi qəlbimizin dərinliyində yaxşı başa düşə bilirik ki, əslində biz insanıq. İnsanıqsa azadlıq anlayışı ilə hələ də bizim ciddi formada bağlılığımız var. Və əgər bu bağlılığı sistematik formada əlimizdən almaq istəyirlərsə, yəni bu Kafkanın dünyasında ən azından, deməli bunun nəticələri olacaq. Ən azından yenə də fərd üçün deyək ki. Bax, belə maraqlı istiqamətlər var ki, düşünməyinə dəyir Kafkanın əsərləri vasitəsilə. Yəni vəziyyət həqiqətən də çox mürəkkəbdir və bu mürəkkəblik isə sünidir. Mən Kafkanın əsərlərini belə başa düşürəm. Yəni həyatın, insan həyatının, insan cəmiyyətindəki belə deyək də təşəkkülü belə təqdim olunur bizə və qəribə bir anonimlik var, bilinmir, qeyri-müəyyənlik var. Kim, nə, necə, harda, amma bilinən odur ki, fərd ciddi bir prosesin içindədir. İndi o prosesin nəticəsi ümumiyyətlə olacaqmı bilmirik, amma dialektik nöqteyi nəzərdən olmalıdır. Dialektik fəlsəfə ilə getsək, müəyyən bir proses başlayıb və bitəcək, amma sən hal-hazırda onun ortasındasan, proses çox dinamikdir və o dinamiklikdən uzaq düşmək bəlkə də əsas məqsəddir. Kafkanın əsərlərində həmin o dövrlər, həmin o obrazlar, həmin o vəziyyətlər bizə bu istiqamətdə nəsə bir məlumat ötürür.